Salam değerli izləyicilərimiz, hazırda biz səhər yeməyindəyik, Dubaydayıq və bugün nələri baş verəcək və sabah nələri baş verəcək o haqda söhbət açarıq və gördüyünüz kimi gözəl süfrələrdən bizim üçün təamlar yaradıblar. Biz sizə möhtəşəm bir, deyək ki, bizim VIP dediyimiz kimi VI Sir, it's a private, it's mine. No problem, no problem, no problem. Where are you from, sir? I'm from Uzbekistan. Uzbekistan. I'm from Azerbaijan. Nice to meet you. What's your name, sir? Muhammad. Muhammad. Wow, it's very nice, beautiful name. My name is Ghaffar. See you, sir. That's no problem. Nush, halal, halal. See you. Thank See you. Yes, this is you can go that side. Belə əzizlərim, bu gün neçənci dəfədir ki, baş verir. Yəni bugün səhər saatlarında biz buradayıq. Hələ bir sıra uşaqlar da bu tərəfdə durublar. Onlar da istəyirlər ki, nəysə buradan götürsünlər. Yəni bu gün neçənci səhərdir ki, belə gözəl bir təamlardan süfrə açıblar və reportaj zamanı hamı gəlir, nəysə götürmək istəyir buradan. Elə bilirlər ki, bu sadəcə olaraq baxın, hamı baxır bizim gözəl süfrəmizə. Elə bilirlər ki, elə bilirlər ki, bu da o bir tərəfdir ki, düzdən meyvə tərəvəzlər və şirniyyatlarını buradan götürmək istəyirlər. Yəni normal haldı. Yəni qardaş Özbəkistandan idi. Belə əzizlərim, nələr baş verəcək? Bizdə bugün gözəl insanlarımız var, bizdə dostlarımız bugün yola düşürlər. Onlara biz deyək ki, sağ olun, inşallah görüşmək ümidi ilə. Sağ olun. Bakıdan gələnlər var burada. İnşallah görüşmək ümidi ilə. Sağ salamat. Belə əzizlərim, bugün nələr baş verəcək və dünən biz Bitcoin haqqında danışmışdıq. Bitcoin yuxarı doğru istiqamətini davam etdirməsi haqqında söhbət açmışdıq. Təbii ki, Bitcoin deməli deyək 86'lara qədər yüksəldi. Biz bunu dünən bu haqda məlumat vermişdik. Və bugün korreksiyalar olacaqmı, olmayacaqmı? Dünən yadınızdadırsa, bugün yəni bazar günündə yəni İngiliscə demişəm, by the way, hamımıza xoş istirahatlar arzulayıram. Sabahdan yenidən gərgin günlər başlayır, ticarət günləri. Amma dünən şənbə bazar məsləhət görmüşdüm ki, dincəlmək lazımdır. Düzdür, Bitcoin'la arada istəyirəm ki, Bitcoin'la danışmayım. Nə üçün? Çünki şənbə bazar danışanda traderlərin əksəriyyəti YouTube kanalında və Instagramda baxıb dərhal ticarət edirlər. Və dünən ticarət edənlərin 99.99% gəlirlə çıxdı Bitcoin'də alış əməliyyatlarından. Təbii ki, biz alış əməliyyatlarının yerini demişdik, hansı nöqtələrdə alış əməliyyatları vermək olur. Bugün satış əməliyyatlarına gəldidə isə sadəcə olaraq siz 4 saatlı zaman intervalında nə etməlisiniz? 4 saat zaman bir dənə trend xətti çəkin. Burada 83.9'lərdən satış əməliyyatları fikirləşməyə dəyər satış əməliyyatları üçün. Yəni bunu yaddan çıxartmayın. İnşallah belə deyək, yaxın günlərdə Bakıda görüşməyimdə eyni zamanda əziz dinləyicilərimiz bizim Bakıda bir həftəlik ödənişsiz seminar və eyni zamanda real hesabları şəxsən mən sizin üçün mən şəxsən sizin üçün açacağım real hesabları və sizə hədiyyə edəcəm real hesabları. Amma yazda saxlayın, mütləq və mütləq bizim WhatsApp nömrəsi 075-85-0025'ə yazın və mümkünsə sizdən çox xahiş edirəm ki, ad soyadınızı özünüzü təqdim edin ki, biz sizi tanıyaq və sizi ofisə dəvət edək və sizin üçün təlim keçək, eyni zamanda real hesablarda məndən sizə hədiyyə olsun. Sağ olun, inşallah görüşmək ümidi ilə.